Siyavuş Novruzov Siyavuş Novruzov icbari tibbi sığorta ilə əlaqədar xidmət zərfində əməliyyat pulu qarşılansa da xəstələrin qalmaq pulu nəzərdə tutulmur. Doğrudan çox maraqlı bir açıqlama edib Siyavuş müəllim. İcbari tibbi sığorta ilə əlaqədar xidmətlər zərfində əməliyyat pulu qarşılansa da xəstənin qalmaq pulu nəzərdə tutulmur. Doğrudan da xəstə əməliyyat olunub, bir həftə ya 10 gün özəl klinikada qalmalıdır. Bir gün bilirsiniz neçəyə başa gəlir? Xəstənin sahibləri havalanır. Doğrudan Oxu.az məlumatına görə bunu Milli Məclisin payız sessiyasında ilk iclasında Milli Məclisin Regional Məsələlər Komitəsinin sədri Siyavuş Novruzov deyib. Siyavuş Novruzov bildirib ki, bəzi özəl xəstəxanalarda əməliyyatlar olsa da həmin özəl xəstəxanalarda qalmaq həddindən çox bahadır. Bəzi özəl xəstəxanalarda palata qiyməti otel qiymətindədir və otel qiymətindən də bahadır. Əməliyyatdan sonra, təbii ki, əməliyyat olunan xəstə sonradan palatada qalanda, palatada qalmaq pulu əməliyyat pulundan baha başa gəlir. Xəstə əməliyyat olunan kimi durub evə gedə bilməz ki, Siyavuş müəllim deyir. Təbii ki, orada qalmalıdır. Ən azı bir neçə gün, bir həftə, 10 gün, 8 gün qalmalıdır ki, sonradan evə buraxılsın. Əgər hansısa xəstə əməliyyatdan sonra özü əlavə bir neçə gün xəstəxanada qalmaq istəyirsə, onda həmin bahalı palata pulu, bəli, palata pulu da tibbi sığortaya, yəni icbari tibbi sığortaya əlavə olunmalıdır. Təklif edirəm ki, əməliyyat xərclərindən əlavə olan xərcləri də xidmətlər zərfinə daxil edək ya da bunu başqa üsulla tənzimləyək. Səhiyyədə o qədər belə qorxuruq, həmişə dua edirəm ki, xəstələnməyim. O qədər dua edirəm xəstələnməyim. Deyirəm, dərmanlar baha, xəstəxanalar baha. Dövlət xəstəxanalarının başa düşdük, onlar sağ olsun, ödənişsiz, heç bir qəpik almadan, heç bir ödəniş etmədən, xidmət haqqı almadan yüksək səviyyədə, məsələn, şəxsən mənim özümə xidmət edirlər. Amma o dərmanlar ki var, o xəstəxanalarda yoxdur, axı biz məcburuq o dərmanları alaq. Bəzən inanın ki, olur da insanlar var, Türkiyədə ya Almaniyada aldığım 100 manatlıq, 70 manatlıq, 75 manatlıq dərmanı onlara göstərəndə deyir, bu bizdə 3 manatdır, bu bizdə 4 manatdır, bu bizdə 5 manatdır. Allah ürəyinizə insaf versin. Hansı ki, dərmanları, yəni bu bizneslə məşğul olan insanlar var da, yəni bir var 2 dəfə, bir var 3 dəfə, bir də var 4 dəfə. Siz 100 dəfə artıq o dərmanların üzərinə özünüz vergi qoyursunuz bizə görə. Biz o pulu ödəyək sizə.